Hamınıza yeni bir Azərbaycan videosuna salamlar dostlar. Necəsiniz, nə var nə yox. Bu günlərim sizlərə Lada Vaz 21099 maşınını necə kodlamaq lazımdır, onu başa salacağım. Birinci növbədə dostlar, heç vaxt bu maşını kodlayanda heç vaxt muftaya basmayın. Çünki bendeksi bu çox bir ziyanlar olur dostlar. Start etokuna yəni. Yəni heç vaxt buna basmayın dostlar. Birinci Scorsadır maşınımız. Scorsa birini çıxarırıq. Bu elə belə kodlama videosu dostlar. Sonra maşınımız açarını götürürük maşınımızdan açarını. Sonra kontaktımızı salırıq. Və ən birinci növbədə pasos. Bəli. Pasosumuzu da tartdıq. Bakın dostlar, orada akümülatör işarəsi gəlib. Çünki akümülatör var, var deyəndə ki, yəni gücünə var. Biraz da pəncərəni açım. Bəli dostlar. İndi isə maşınımızı kodlayırıq. Motorumuz soyuqdur dostlar, ona görə belə eləyir maşın. Gördüğünüz gibi dostlar, motorumuz yani çok soyuqdur. Belə halda dostlar, yani bu 50'ye çatmamış dostlar, maşına heç vaxt qaz verməyin. Yəni mənası yoxdur onun. Baxın dostlar, səsinə baxın. Motor soyuq dostlar, bumbuzdur. Qaz vermə yəni heç bir şey dəyişdirməz dostlar. Arkaya vermeyi düzgün ederim dostlar. Lada markasında dostlar en çok qabağa dartanlarda bu yani maraq edilir yani. Arkaya necə verirlər? İndi qılsın dostlar, başını göstereceğim size. Dostlar uzun vaxtdır yani video ata bilməməyimin səbəbi budur ki dostlar, yani hem telefonumu yaddaşlayıb hem de 2 aydan sonra əskərə gedəcəm dostlar, yani ona görə dostlar. Az kaldı, az kaldı. Bəli dostlar, motorumuz təmiz isindi. İndi isə sizə öyrədirəm. Muxtan arxa kimi basırıq. Skorsu. Yox. Yox, nə oldu? Yox. Hə. İndi isə bu şunlarımızı bıraxırıq. İndi isə məsələ. Elə bu. Dostlar, yəni elə eləyin ki, yəni motoru söndürməyin belə hallarda. İndi isə maşınımızı stop eləyirik. Rüşnamızı dartırıq. Skorsudan çıxarırıq. Pedalları bıraxırıq. Maşınımızı söndürürük. İndi maşınımızı skorsu keçiririk. Videomuz burada sonlanır.